Daxili İşlər Nazirliyindən Statinfoya məlumat bildirilib ki, aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 20.000, 17.000, 16.000, 15.000, 7.800, 4.650, 7, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından uğurlanıb. Gününüz aydın olsun millət. Demək Daxili İşlər Nazirliyi xakerlərlə bağlı mübarizə aparıb və ifşa eləyib, aşkara çıxardıb ki, əhalinin, vətəndaşların pulundan müəyyən bir dəyərdə pullar çəkilir xakerlər tərəfindən. Və buna görə də əhaliyə də müraciət edib ki, ehtiyatlı olun. Məhz bu məsələyə görə də mən başda cənab nazirimiz, vilayət müəllimi Eyvazov olmaqla bütün Daxili İşlər Nazirliyinin heyətinə təşəkkürümü bildirirəm. Hörmətli Daxili İşlər Nazirliyi, bütün dünyada sizə bu göstəriş və yaxud da hansısa bir öğüt nəsihət və yaxud da hansısa bir tələb deyil. Sadəcə mənim öz subyektiv fikrimdir. Bütün dünyada belə bir məsələ var, bu xakerlərlə bağlı. Xakerlər oğurluq eləyir, pul çəkir bankın balansından. Ancaq bizim ölkədə əhalinin balansından çəkilir, vətəndaşın balansından çəkilir. Belə bir şübhə içində doğurur ki, bəlkə elə bankın öz nümayəndələridir, bəlkə bankın öz xakerləridir bu əhalidən, vətəndaşlardan pul çəkən. Bəlkə onlardan araşdırma aparasınız. Çünki nəyə görə deyirəm? Yəni bu vətəndaşların pulundan çəkilir, ancaq bankın balansına toxunulmur. Orada yatırılan əmanətlər, milyonlar və yaxud da 100 minlər, hansısa bir kimlərinsə pulu, Allah hər kəsin qazancını özünə qismət eləsin. Bəlkə elə onların öz maxanəsidir. Yəni digər xakerlər, yəni bunlarla mübarizə aparmaq, bəli, qürurverici haldır ki, bugünkü gün Daxili İşlər orqanları bunlarla mübarizə aparır. Bir il bundan qabaq Leo Bank ilə mənim bir problemim yaşandı. May ayında kimsə mənə pul atıb, avqust ayında kimsə məndən pul çəkib. Bununla bağlı Leo Bank'a dəfələrlə müraciət elədim, bir əhəmiyyət vermədilər. Ona görə Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng elədim, sağ olsun, Abşeron rayon polisi bununla bağlı mübarizə apardı. Həmin o Leo Bank'ın əməkdaşlarını məsuliyyətə cəlb elədilər. Ancaq onlar o bankı ötürdü, bura ötürdü. Gördüm ki, sadəcə ortada mənim vaxtım gedir, mənim sadəcə əsəblərim, yəni ki, tarumar olur. Ona görə də getdim ərizəni geri götürdüm, şikayətimi geri götürdüm, dedim eyb yox. O 100 manat, çəkilən 100 manat balamın xatabalası olsun, kesin elə o bank rəhbərinə. Kim ki bu məsuliyyəti, hansı ki bankı kartı verir, təhlükəsizliyi təmin eləmir. Əhalinin əsəbindən, vətəndaşların əsəbindən oynayır. Pul yiyintisi olur, ona göz yumur. Məhz onların burnundan gəlsin. Mənim o 100 manatım və məni kimi də minlərlə insanın hansı ki pulları çəkilir. Bir bank əgər təhlükəsizliyi təmin eləmirsə, bütün ölkədə özünü reklam eləyirsə, insanları bir təliyə salırsa, məhz onların, yəni mən deyərdim ki, bir qarğış kimi yox, sadəcə Allah'a tapşırmaq kimi mən onları Allah'a tapşırıram. İnşallah ki, bir xalqa dəyəri olan bir hansısa bir bank və yaxud da maliyyə bir dəstəyi olan bir qurum gələr. Allah xalqımızı, dövlətimizi qorusun və ehtiyatlı olun. Bu necə ki, Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib ki, ehtiyatlı olun, siz də ehtiyatlı olun. Bugünkü gün belə çıxır ki, heç bir banka etibar yoxdur. Ona görə də əmanətiniz varsa, pulunuz varsa, cibinizdə saxlayın, kartınızda müəyyən bir qədərdə hansısa bir alış-veriş üçün saxlayın, digər balansda hansısa bir məbləği saxlamayın. Çıxardın həmən dəqiqə. 500 manatınız var, çıxardın. 100 manatınız var, çıxardın, qoyun cibinizdə qalsın. Amma banklara etibar eləməyin. Bugünkü gündə onu Daxili İşlər Nazirliyi ifşa eləyib ki, yəni xakerlər atakaya keçib. Allah xalqımızı, dövlətimizi qorusun.